Biz bu günləri bu xəstəmizdə kolonoskopiya müayinəsi icra edəcəyik. Kolonoskopiya müayinəsi yoğun bağırsağın endoskopik olaraq incələnməsidir. Yoğun bağırsaq patologiyalarında əvəzsiz bir diaqnostika metodikasıdır. Bizə müraciət edən bu xəstə qarında ağrılar, bayra tez-tez getmə, selikli ifrazatdan olan şikayətlərə müraciət eləmişdir. İlkin olaraq biz xəstəni endoskopik müayinələri, kolonoskopiya və gastroskopiyanı sedasiya altında icra edirik. Buna görə xəstələr müayinədən öncə anestezi baxışında olmalıdırlar. Anesteziolog əgər xəstənin sedar göstərişini okey verirsə, ondan sonra sedasiya altında xəstənin müayinəsini başlayırıq. Hal-hazırda da xəstə artıq yatdı, biz müayinəmizə başlaya bilərik. Ümumiyyətlə, kolonoskopiya müayinəsi xəstənin ilkin olaraq perirektum barmaq müayinəsi ilə anal kanalda hər hansı bir patologiyası varmı, yoxmu? Onun aşkarlanmasından başlayır. Əgər anal kanalda hər hansı bir problem olarsa, bunu mütləq şəkildə biz qeydiyyata almalıyıq. Yəni ilkin müayinə perirektum müayinəsi, perirektum müayinəsindən sonra kolonoskopiya müayinəsini başlayırıq. Perirektum müayinəsi eləyirik. Anal kanal normaldır, hər hansı bir patologiyası yoxdur. Demək müayinəmizə başlaya bilərik. Total kolonoskopiya dediyimiz müayinə yoğun bağırsağın bütün segmentlərinin endoskopik görüntülənməsi və incələnməsidir. Bu deməkdir ki, biz yoğun bağırsağın başlanğıc hissəsi çekum deyilən hissəyə qədər aparmalıyıq və müayinə bizdə adətən bu şəkildə gedir. Çekuma qədər gedirik. Hansı hallarda getmək mümkün olmur? Bəzi hallarda keçirilmiş əməliyyata bağlı xəstələrdə dönüşlər kəskin olur. Bəzən hər hansı bir patologiya bağlı mənfəs qapalı olur. Müayinəni məcburən davam etdirmək tövsiyə olunmur, çünki bu bəzən bağırsaq perforasiyasına səbəb ola bilər. Ona görə israrlı şəkildə hər zaman deyirik ki, bağırsaq müayinələri, kolonoskopiya müayinələri yalnız və yalnız təcrübəli əllərdə aparılmalıdır. Bağırsaqların endoskopik müayinəsində bağırsaq təmizliyi çox əhəmiyyətli yer tutur və bir də bağırsaqda rast gəlinən patologiyaları daha yaxşı bir şəkildə aşkarlanmasına kömək edir. Çünki bəzən bağırsaq təmizliyi yetərli olmasa, bəzi hallarda biz həmin rast gələn patologiyaları atlata bilərik. Buradan asta-asta bağırsağın bütün segmentlərini endoskopik görüntülənmə altında geri çıxırıq. Görüldüyü kimi bağırsaq mukozası sağlamdır, heç bir patologiya yoxdur. Xəstələr belə sualla maraqlanırlar ki, kolonoskopiya müayinəsi bizə nə verəcək? Kolonoskopiya müayinəsi yoğun bağırsağın patologiyalarının eyni zamanda kanserin taramasında əvəzsiz bir metodikadır, screeningində əvəzsiz bir metodikadır. Ona görə də biz xəstələrimizdə, əgər hətta yaxşı 40-45-in üzərində olan xəstələrin bağırsaq şikayətləri olmasa da belə, diaqnostik məqsədlə bu müayinələrdən keçməsini tövsiyə edirik mütləq şəkildə, hətta şikayətləri olmasa da belə. Və bizi izləyənlərə də demək istəyirik ki, müayinə tam konforlu şəraitdə keçir, xəstə heç bir ağrı hiss eləmir. Və müayinə bitdikdən sonra, yəni 1-2 saat sonra normal həyat fəaliyyətinə davam edə bilər.